Salam hörmətli Livestream FM izləyiciləri. Bugün də sizin qarşınızda daha bir maraqlı müsahibimizlə gəlmişik. Bugünkü qonağımız Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Akademik Opera və Balet Teatrının direktoru Yusif müəllim Eyvazovdur. Yusif bəy, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Bugün sizinlə çox maraqlı müsahibəmiz olacağından əminəm. Ümid edirəm. Sizin təkcə karyera yolunuz yox, həm də öz həyat yolunuz kifayət qədər maraqlı bir yoldur və elə başlamaq istəyirəm müsahibəmizə bu həyat yolundan. Siz Bakıda deyil, Əlcəzairdə dünyaya göz açmısınız, sonradan Bakıda böyümüsünüz və bildiyim qədər musiqiçi ailəsində yox. Soruşmaq istərdim ki, necə oldu ki, musiqi sizin üçün əvvəlcə hobbiyəmi çevrildi, sonradan ciddi peşəyəmi çevrildi və bu sizin həyat xəttləriniz necə kəsişdi? Məlumatlarınız düzdür. Bəli, mən Bakıda doğulmamışam, çünki valideynlərim o vaxtı Sovet vaxtında, Sovet İttifaqı vaxtında Əlcəzairdə işləyirdilər, amma Azərbaycanlılar ikisi də. Təzə evlənib ora gedəndə biz də orada doğulduq. 2 yaşım var idi Bakıya qaydanda artıq. Sonra Bakıda məktəbə getdim. Əlbəttə ki, ailəmizdə heç bir musiqiçi yoxdur və olmayıb heç vaxt. Hamısı həkim və yaxud müəllim istiqamətində çalışırdılar və bu istək məndə yarananda biraz belə hamı qəribə baxırdı ki, sən, mamamın da bir dənə sözü vardı ki, yaxşı sən tutaq ki, indi oxumaq istəyirsən, amma pulu necə qazanacaqsan? Çünki bizim ümumiyyətcə psixologiyada müğənni pul qazanmaq üçün ya gərək toya getsin, ya gərək opera sənətindən, ciddi bir sənətdən pul qazanmaq olmur. Belə deyə belə psixologiyamız var. Artıq o istiqamətdə inkişaf eləmək istəyirdim və 97-ci ildə qərar verdim ki, gedim İtaliyaya. Getdim İtaliyaya. Elə o vaxtlar başa düşdüm ki, əgər bu sənətlə ciddi məşğul olmaq istəyirsənsə, gərək bunu bir ciddi şəkildə həyata keçirəsən. Çünki onu bir peşəkar yolunu mən götürmək istəyirdim və bir böyük bir peşəkar olmaq istəyirdim. Və artıq başa düşdüm ki, burada bu qeyri-mümkündür və çıxdım, getdim, orada başladım oxumağa və sonra da qaldım, yaşadım, 17 il İtaliyada yaşadım. Hal-hazırda da xaricdə çox saylı teatrlarla əməkdaşlıq eləyirəm, işləyirəm. Uşaqlıq və gənc illərimin xəyalları hamısı elə bil reallaşdı. Ondan da çox. Siz əslində mənim növbəti sualıma cavab verdiniz. Mən soruşmaq istəyirdim ki, İtaliyaya köçmək sizin üçün təkcə coğrafi koordinatları, məkanı dəyişmək deyil idi. Bu əslində İtaliya bir sıra şeylərlə assosiasiya olunur, amma əsas elementlərdən biri operadır. Müəllim dedi ki, sən deyir, əgər bu İtaliya sənətini, bel canto sənətini öyrənmək istəyirsənsə, sən gedib İtaliyada yaşamalısan. Sənət elə bil kitabda və ancaq video kasetlərdə, o vaxtı video kasetsiz bəlkə yox idi o vaxt. Ona görə bilməzsiniz. Siz də var idi. Lap yaxşı. Video kasetlərdə o gördüyümüz operalar yox, canlı izləmək. Mən nə qədər canlı İtaliya operanın sənətinin əfsanələrini gördüm Milanda o illərdə tələbə olaraq. Həm də İtaliya mənim üçün bir ikinci vətən oldu. İkinci ev oldu. Əlbəttə ki, mənim vətənim Azərbaycandır, amma mən İtaliyanı ikinci vətən kimi qeyd eləmək istəyirəm, çünki bütün mənim gənc illərimin xəyallarının reallaşmasında İtaliyanın böyük bir rolu oldu. Çox sevirəm o torpağı. İndi özünüz qayıdırsınız vaxtaşır olaraq. Çox, hər il. İndi hal-hazırda İtaliyada çoxlu kontraktlarım var, müxtəlif şəhərlərdə, müxtəlif teatrlarla, ona görə ki, tez-tez gedirəm. Yayı elə bil orada keçirəm həmişə, çünki Verona festivalı 3 ay baş verir, çoxlu təmsillər, Arena di Verona çoxlu təmsillərim orada olur. Verona'dan qıraqdan başqa bir yay festivallarında işlər, Romada, orada burada ona görə İtaliya. Все дороги ведут в Рим. Ümumiyyətlə, təkcə İtaliyada yox, dünyanın bir çox məşhur səhnələrində çıxış etmişsiniz. La Scala'da, Metropolitan Operada, Viyanada. Bu səhnələrdən hansı sizə sanki bir özünüzü evinizdə hiss edilmiş kimi bir hissiyat verir? Bilirsiniz, elə bir məkan yoxdur. Çünki biz opera sənətçiləri kimi ölkə və teatr tez-tez dəyişirik. Əgər mən indi tutub desən ki, bax mənim ən sevimli teatrım budur, o birisləri inciyəcək. O da düzgün olmaz, çünki hər bir teatrın, hər bir opera teatrın bir öz qaydaları var, özünə məxsus bir tamaşaçısı var, iş tərzi, sistem eynidir hər yerdə. Məsəl üçün, sistem amma insanlar fərqlidir. Məsəl üçün, indi İtaliyada daha da çox tradisiya üzrə teatrlar çalışır. Almaniyada bir çox belə soyuqluq var sistemdə, amma o da heç problem deyil, çünki məsəl üçün Almaniyada və Avstriyada teatrların çox dəqiq şəkildə işləməsi var. Ona görə hər bir yerin bir özünə məxsus bir mədəniyyəti və iş tərzi var. Bizim üçün hər
ay biz məkan dəyişirik elə bil də. Biz 2 həftə, 3 həftə, maksimum 1 ay bir teatrda çalışıb təmsilləri verib gedirik. Ona görə hər yeri sevirəm. Londonu çox sevirəm məsəl üçün. Madrid çox gözəldir, Barselonadır, Milandır, həmən də La Scala'da çox hər il çıxış eləyirəm. Romada, Napoli, yəni bu şəhərlərin sayı sonsuzdur. Ona görə bir dənə belə məkan götürüb ki, bu ən sevimli teatrımda deyə bilmərəm. Bəs tamaşaçıda fərq varmı? Hansısa bir ölkənin məsələn deyəsiniz ki, var, bu ölkənin tamaşaçısı çətindir. Var. İtalyan tamaşaçısı istiqanlıdır, amma çətindir. Səni qəbul eləyirsə eləyir. Almaniyada çox belə soyuqqanlı yanaşırlar, amma sonra yenə də axırda alqışlayırlar. İtaliyada belə bir tradisiyalar var ki, operanın elə ortasında alqışlayırlar. Qoymurlar məsələn ariyanı qutarasın, elə onların xoşuna gəlir ki, ariya qutarmamış başlayırlar alqışlamağa. Almaniyada, Avstriyada belə bir şey yoxdur. Amerikada çox emosional və məsəl üçün Çində, Yaponiyada, Koreyada, bu ölkələrdə də çox istiqanlı bir tamaşaçı var. Sən səhnəyə çıxanda belə onlar səni elə alqışlayırlar, elə o qədər sevgi göstərirlər ki, elə bil sanki mən bir dəfə soruşdum onlardan ki, bəs siz niyə belə yanaşırsınız? Məsəl üçün hələ mən oxumamışam da, təzə çıxmışam. Əlbəttə ki, tanıyırlar da. Onlar deyirlər ki, biz belə sizə təşəkkürümüzü bildiririk ki, o boyda yolu görüb gəlmisiniz bura. Çox vacib bir şeydir və mən orada doğrudan da çox mənə belə qəribə gəldi. Həm Latin Amerikasındadır, həmən şeydir. Santiago de Chile, Braziliyada, Peru, Lima, Mexico. Bax, bütün bu ölkələrdə çox istiqanlı şəkildə səni qarşılayırlar. Çünki yol uzundur, hər adam ora getmir də. İndi məsəl üçün həmən öz aramızda deyək, həmən pulu mən Avropada da qazana bilərəm də, amma yenə də orada da tamaşaçım var. 2 ildən bir o tərəflərə gedirəm. 15, 16, 17, 20 saat bəzən təyyarədə keçirik və onlar onu sənə necə bir çox sağ ol kimi qarşı var. Cənub temperamenti hiss olunur. Var. Bizim aramızda Azərbaycanlılarla İtalyanlar arasında müəyyən bir oxşarlıq var. Var, oxşarlıq var, hə. Doğmalıqda. Dava eləyəndə, asobina. Tək olmasın davalar. Tək olmasın. Yusuf bəy, siz ümumiyyətlə bu çıxış elədiyiniz operalarda, tamaşalarda, istər Turbadır olsun, Aida olsun, Manon Lescaut olsun, müxtəlif personajları canlandırmısınız, ifa edirsiniz. Bu personajlarla sizin aranızda, yəni hansısa bir personajın hansısa bir xasiyyəti Yusuf bəyin xasiyyətinə oxşuyurmu? Yusif Eyvazovun xasiyyətinə oxşuyurmu? Və ya siz seçəndə bunu nəzərə alırsınızmı? Bilirsiniz, çox çətin bir sualdır. Çünki mənim, məsəl üçün, ən sevdiyim personajlarından biri German, Dama de Pikova Dama operasında Çaykovskinin. Ən sevdiyim belə bəlkə də. Amma məndən onda heç nə yoxdur və ondan da məndə heç nə yoxdur. Bu biraz qəliz məsələdir. Çünki əgər mən öz qəhrəmanımı operada Yusif Eyvazov kimi ifa eləsəm və öz hissiyatlarımı ona qoşsam və onun yaşadığı hissiyatları mən öz üzərimə götürsəm, dəqiq alınmaz. Və bizim əsas məsələmiz, əsas məqsədimiz tamaşaçını inandırmaq. Bunun ancaq bir yolu var. Cavaradossi, Degrye və German onun həyatını Yusif necə yaşayardı? Hansı o problemləri yaşayanda hansı həllini Yusif tapa bilərdi? Hansı şəkildə onları həll eləyərdi? Və yaxud Traviatada, Aidada, məsəl üçün, bu vacibdir. Ona görə onların həyatını onlar kimi yaşamaq və Yusifin həyatını German kimi yaşamaq lazımdır. Bax, Yusif Germanın vəziyyətinə düşsə, hansı həlli tapacaq idi? Həmən o ərəfədə, həmən o məkanda, həmən o problemlərdə. Bax, bu personajın doğru şəkildə tamaşaçıya təqdim eləmək, bax, bu deməkdir. O suallara cavab tapanda, deməli, cəmaat sənə inanır. İllər keçdikcə Yusif Eyvazov dəyişə bilər. Bəs sizin oynadığınız obrazlar dəyişirmi? Məsələn, German dəyişirmi? Yox. Dəyişir. Onu bir dəfə qurmusan, onu bir dəfə həll eləmisən, onun cavablarını tapmısan, o ömürlük belə qalacaq. Yusif Eyvazov qocala bilər, amma məsəl üçün onun o personajın ifa eləməsində əgər mən görsəm ki, artıq mən 60 yaşında Bogemada və yaxud Traviatada inandırıcı deyiləm, deməli o operanın vaxtı keçdi, deməli başqa bir operaya girişmək lazım. Çox qəşəng cavabdır. Təşəkkürlər. Siz həm klassik operalarda, həm də nisbətən müasir konsert stilində çıxış edirsiniz. Bu sizə çətinlik yaratmır ki, bu iki üslub arasında fərqlər? Yox, qətiyyən, çünki mənim 20 yaşım, 18, 19 yaşım olanda mən məhz
estrada müğənnisi olmaq istəyirdim. Mən operaya sonra keçdim. Çünki mən dedim ki, gedim biraz konservatoriyada səsimi qaydasına salım və çünki klassik musiqi ilə mənim heç bir nə anlayışım var idi, nə bu dünya ilə mənim heç bir tanışlığım yox idi. Ona görə mən estrada oxumaq istəyirdim. Mahnıları, estrada mahnılarına o vaxt indi Sovet vaxtında onların həyatı mənə gözəl gəlirdi və musiqini o tərəfdən mən öyrənməyə başladım. Amma artıq səsimin texnikasının üzərində işləyəndə, klassik əsərlərlə tanış olanda mən başa düşdüm ki, bu dünya çox gözəl dünyadır və çox zəngin dünyadır və bu mahnılardan da mən başa düşdüm ki, bu mahnıları oxuyuram, mənim səsim onlara çatır, amma bir dənə sadə ariya götürəndə mən başa düşdüm ki, mən burada heç nə eləyə bilmirəm. Aciz qalıram bu musiqisinin qapıçı, orada texnika var, notlar var, bel canto sistemi var, vokalı var. Onlardan anlayışım yox idi. Elə bildim ki, mən bu əsəri götürürəm, amma heç nə elə bilmirəm. Maraqlı gəldi. Bir challenge kimi ki, yox, mən opera müğənni olmaq istəyirəm. Bu daha da çətindir, daha da mənim üçün daha da necə deyərlər, belə çatmaz bir dünya kimi görürdüm onu və ən gözəl şeylərdən biri o oldu ki, mən Bakıda olaraq video kasetlərdə dahi Luciano Pavarotti'nin, Placido Domingo'nun və yaxud başqa müğənnilərin kasetlərinə, operalarına baxanda heç bilmirdim ki, 25-30 ildən sonra mən Placido ilə gəlib burada Azərbaycanda və dünyada çıxış eləyəcəm. Heç mən 7 yatıb yuxuma gətirə bilməzdim. Ona görə mən onu elə nəzərdə tuturdum deyəndə ki, həm də məsəl üçün heç mənim xəyallarımın hamısı şükür Allaha həyata keçirildi. Hətta o xəyallar ki, deyirdim ki, yox, bu ola bilməz axı, amma onlar da oldu. Bu onlardan biridir. Ona görə mümkünsüz heç bir şey yoxdur. Yoxdur, həyat sürprizlə doludur. Həmişə gərək 100-ü istəyəsən ki, heç 95-ə çatasan. Bəs indi bu dəqiqə sizin üçün, Yusif Eyvazov üçün əl çatmaz olan nəsə, hansısa bir xəyal varmı və yaxud da əl çatmaz deməyək? Çatmaq istədiyiniz nəsə bir, daha bir fərqli bir xəyal? İndi mənim əsas məqsədim və ən böyük vəzifəm və ən çətin o səviyyəni saxlamaq. Düzdür, gəlib çatmaq var, amma saxlamaq... Çatmaq var. Sən təyyarə ala bilərsən, amma onu saxlamaq var. Bu həmən məsələdə. Ona görə bu daha da çətindir, qat-qat çətindir. Çünki sən hər dəfə səhnəyə çıxanda sən gərək sübut eləyəsən ki, sən bu ada layiqsən. Mən heç vaxt icazə vermərəm ki, desinlər ki, ayda 2 il bundan qabaq amma biraz belə bir kil keçib, nəsə belə zdayot pozisiya. Yox, olmaz. Ona görə işləmək lazımdır. Əlbəttə ki, bədən qocalır. Əlbəttə ki, müğənni qocalır. Əlbəttə ki, texnikada bu çox ağır bir canlı ifadır. Bir operanı başdan ayağa kimi. Əgər görürsən ki, hansısa pozisiyalar artıq o dərəcədə deyil, gərək elə eləyəsən ki, elə repertuar seçəsən, elə səviyyədə qalasan ki, o kəlitə düşməsin. Bu mənim indi əsas məqsədimdir. Onun üzərində işləyirik. Necə dedilər, forma müvəqqətidir, amma klass daimidir. Amma klass daimidir, bəli. Gözəl. Yusuf bəy, siz özünüzün də həyat yolu sanki şərqlə qərbin kəsişməsində olub. Musiqi stilində, musiqi formatlarında şərq və qərb musiqisi arasında hansını daha çox bəyənirsiniz? Bilirsiniz, Sadiq, biz bəxtəvər insanıq, çünki bizim peşəmizdə elə bir dil yoxdur. Musiqinin bir dili yoxdur. Musiqini dinləyəndə onu başa düşmək üçün sən dil bilməyə də bilərsən. Musiqi ola bilər İtalyan dilində, fransız dilində, alman dilində. Özünə məxsus musiqinin mən dil demək istəmirəm, o emosiyanın insanlara çatdırması vasitələri var. Heç bir dilə, heç bir işə, heç bir sistemə aid olmayan. Mən sizə bir məsəl gətirim. Mən Milanda elə tələbə idim. Abşişitidə qalırdıq. Bir dənə rus oğlan qonşum var idi. Vladimir Vysotskidən başqa heç nə qulaq asmırdı bu. Sonra yollarımız ayrıldı, Abşişitidən getdim. 2 ildən sonra o Milandan çıxıb gedəndə mən opera qulaq asıb dəli olurdu. Çıxırdı otaqdan. İnan mənə ki, 2 ildən sonra o evə qaydanda valizi dolu klassik disklərlə qayıtdı. Heç bir nə anlayışı, nə zövqü, nə mən onu teatrda apardım, La Scala'da apardım, o tamaşalarda heyran oldu, vuruldu bu aləmə. Halbuki mən deyim də o mahnılardan başqa heç nə qulaq asmaq istəmirdi. Gör nə qədər bu musiqinin, özdə mürəkkəb musiqilərin məsəl üçün də həmən Pikova Dama, Çaykovski, Aida, Toska belə bir şeylər və onun üçün doğrudan da elə bu dünya elə gözəl, elə qəribə gəlirdi ki, o
musiqinin incələrini başa düşməsə belə, amma hansı ki onun qəlbində bəlkə də hansı notlara toxunurdu, ona görə o sevdi o musiqini. Sarı simə toxunub. Sevdi və ona heç maraqlı deyil, bu sevgidən danışır, bu ölümdən danışır, bu doğumdan danışır, bu opera nədən danışır? Xainlikdən, nə bilim, qaçmaqdan, müharibədən fərqi yoxdur. Onun üçün həmən vaxtı fərqi yox idi. O ancaq o musiqini dinləyib, o hansısa onun qəlbində bu simlərə dəyirdi bu musiqi və ona kifayət qədər bəs eləyirdi. Mən deyə bilərəm ki, dili yoxdur. İnsanlara çatdırdığı o bizə aydın olmayan vasitələr var. Mən bir dəfə soruşdum, niyə cəmaət əl çalır? Çünki normal insan üçün bu qeyri-normaldır. Özüm də operalarda olanda çox fərqli hisslər yaşayıram. Fərqli hiss edirsən. Çünki bu insan bu notu götür. Necə? Olmur axı. Ona görə bu qeyri-adi bir aləmdir. Yusuf bəy, bir neçə il əvvəl 2023-cü ildə səhv eləmirəmsə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor təyin olundunuz. Necə edək ki, Azərbaycanda da operaya gələn insanların sayı çoxalsın? Operaya tək operaya qulaq asanlar yox, məsələn siz deyən kimi. Kimsə öz tanışını, yoldaşını gətirsin ki, gəl sən də qulaq as, sən də feyz yap. Buna görə siz tamamilə düz deyirsiniz. Amma axır vaxtlar operaya maraq artıb. Mən buna çox sevinirəm. Mən buna bir direktor kimi statistikaya baxıb biletlərin satışından görürəm. İnanın mənə ki, rəqəmlər çox qəşəngdir. Artır. Və ən birinci problem və ən vacib məsələ ki, sən gərək tamaşaçıya kalitəli məhsul verəsən. Bunun üzərində biz işləyirik. Mədəniyyət Nazirliyinin köməyi ilə və sağ olsunlar, doğrudan da bizim gözəl nazirimiz var, Adil Müəllim Kərimli. Çox bizi dəstəkləyir və bizə kömək edirlər ki, biz bu inkişaf tərəfə gedək. Çünki əgər mən sabah opera teatrında kalitəli bir tamaşa göstərirəmsə, inanın mənə ki, biletlər də alınacaq, tələbat da olacaq, cavanlar da gələcək. Amma əgər mən opera teatrına gəlirəm, orada köhnə səhnələr, qırılmış stullar, akustika yox, orkestr pis, əlbəttə ki, mənim kimisə ora gətirdiyimin nə yeri var, nə o insanı gətirsən belə, deyəcək, məsələn, hara gətirmirsən məni. Amma gəl indi o gözəl Aidanı göstər onu teatrda. Orkestr gözəl ifa eləyir, tamaşa qəşəngdir, effektlərlə artistlər qəşəng oxuyur. Elə də gələrlər ki. İkinci dəfə özü təklif edir. 100%. Əminəm. Tamam. Ümumiyyətlə bu Azərbaycan opera sənətinə də göstərdiyiniz, verdiyiniz töhfə üçün təşəkkür edirəm sizə. Mənim borcumdur. Bu mənim borcumdur. Çünki bu mənim ölkəmdir, bu bizim teatrdır, mən bu ölkənin vətəndaşıyam və bir dünya səviyyəsində işləyən bir opera müğənnisi kimi mən istərdim ki, əlbəttə ki, Azərbaycanda da belə bir opera teatrı olsun və olacaq. O səviyyədə və onun üzərində işləyirik. Hasan proses deyil, tezliklə həyata keçirilən proses deyil, amma artıq onun üzərində işləməyə başlamışıq və yaxşı, gözəl nəticələr var. Ağlınızda bir çatmaq istədiyiniz dünya opera səhnəsində, xəritəsində, məsələn, Azərbaycan Dövlət Opera və Balet Teatrına çatdırmaq istədiyiniz bir nöqtə varmı? Bax, məsəl üçün, siz mənə deyin də, Münxen olsun, Berlin olsun, Vienna olsun, Milan olsun, hamısı yarayır. Lüboy. Gözəl. İnşallah ki, görəcəyik. İnşallah, olacaq, inşallah. Son olaraq, İzləyicilərinizə çatdırmaq istədiyiniz hansısa bir mesaj varmı? İzləyicilərə nə mesaj çatdırmaq istəyirəm? Nə edirsinizsə sevgi ilə edin. Məncə, hansı bir işə girişirsinizsə, hansı bir peşədə çalışmaq istəyirsinizsə, o peşəni sevməlisiniz, məncə. Çünki əgər insan öz işini, öz peşəsini, öz vəzifəsini, öz işlərini sevməsə və sevgi ilə, qayğı yanaşmasa, inkişaf olmayacaq. Biz görürük necə bizim gözümüzün qabağında bizim dahi və gözəl prezidentimiz var. Necə yanaşır öz işinə, bax. Gözümüzün qabağında belə bir ibrət var və ona görə biz bu nəticələrə bir ölkə kimi, bir hökumət kimi nail oluruq. Ki bizim ölkəmizdə hər şey var. Dəniz deyirsən var, dağ deyirsən var, resurs olur, hər şey var. Onları yavaş-yavaş düzgün şəkildə yanaşma və işləmək lazımdır. Və bu mənim ən böyük arzumdur. Görürüm ki, mənim də ölkəmdə Almaniya gələndə, İtaliya gələndə, Fransa gələndə görürüm necə gözəl sistemlər çalışır. Mən istərdim ki, mənim də ölkəmdə belə bir gün belə bir, amma gedirik, o tərəfə gedirik yavaş-yavaş inşallah. Arzum budur. Təşəkkürlər. Sizin Azərbaycana sevginiz həmişə görünür. Çox sağ olun. Bunu çatdırdığınız üçün, izləyicilərimizə çatdırdığınız üçün minnətdaram. Var olasınız. İstər səhnədə, tamaşalarda, istərsə də səhnədən kənarda kifayət qədər ibrətamiz mesajlar verirsiniz. Minnətdaram buna görə. Bugünkü görüşümüzə gəldiyiniz üçün də. Təşəkkürlər. Çox maraqlı müsahibə keçdi. Çox sağ olun. Təşəkkür edirəm. Livestream FM izləyicilərinə də təşəkkür edirəm. Növbəti görüşlərədək.